Salam. Gəlin bugün müqəddəs kitabdan çox maraqlı bir hekayəyə baxaq. Elə bir hekayə ki, 100% zəmanəti görünən bir qələbənin necə dəhşətli bir fəlakətə çevrildiyini, sonra isə bu böyük məğlubiyyətdən ağla sığmaz bir zəfərin necə doğulduğunu göstərir. Bu ay döyüşünün hekayəsidir. Heç olubmu ki, bir işin alınacağına o qədər əmin olmusunuz ki, amma bir anda hər şey alt-üst olub. Bax, bu hekayə məhz bu sualla başlayır. Möhtəşəm bir qələbədən sonra güclü bir ordu növbəti, daha asan görünən bir döyüşdə niyə gözlənilmədən darmadağın oldu? Gəlin cavabı birlikdə axtaraq. Deməli, hadisələr harada başlayır? İsraillər indicə Yerixo kimi nəhəng, alınmaz bir qalanı özü də möcüzəvi şəkildə fəth ediblər. Hər kəsdə bir özünə inan, bir ruh yüksəkliyi var. Növbəti hədəf isə kiçik Ay şəhəridir. Elə bilirdilər ki, bu uşaq oyuncağı olacaq. Amma heç də onların gözlədiyi kimi getmədi. Nəticə tam bir fiasko. Gözlənilən o asan qələbə alçaldıcı bir məğlubiyyətə çevrildi. Məsələ təkcə əsgərlərin ölməsi deyildi. Yox, bu onların mənəviyyatına, özlərinə olan inamlarına, hətta Allaha olan etibarlarına endirilmiş ağır bir zərbə idi. Bütün xalq böhran içində idi. Təbii ki, belə bir məğlubiyyətdən sonra hamı şokdaydı. Çaşbaş qalmışdı və bütün gözlər lider Yeshua-ya dikilmişdi. Axı nə baş vermişdi? Niyə belə oldu? O bir cavab tapmalı idi. Yeshua'nın ilk reaksiyası demək olar ki, bir fəryad idi. Ümidsizlik içində Allaha üz tutub deyir ki, bizi məhv etmək üçünmü bura gətirdin? Kaş ki, heç o çayı keçməyəydik. Qalaydıq o biri tərəfdə. Bu sözlərdən onun nə qədər sarsıldığını aydın görmək olur. Amma sonra duanın ortasında nəysə dəyişir. Yeshua'nın fikri birdən-birə öz şəxsi kədərindən, xalqının taleyindən daha böyük bir məsələyə keçir. O anlayır ki, burada söhbət təkcə onlardan getmir. Təhlükədə olan daha vacib bir şey var və o can alıcı sual verir. Bəs sən öz böyük adın üçün nə edəcəksən? Yəni demək istəyir ki, əgər biz udussaq, ətrafdakı bütün xalqlar deyəcək ki, İsrailin Allahı gücsüzdür, öz xalqını qoruya bilmədi. Baxın, məsələ artıq İsrailin məğlubiyyəti deyil, birbaşa Allahın reputasiya məsələsinə çevrilmişdi. Allahın cavabı isə həm tez gəldi, həm də çox kəskin oldu. Məlum oldu ki, problem düşmənin gücündə və başqa bir məsələdə deyilmiş. Problem elə öz içlərindəymiş. Sən demə, bütün bu fəlakətin səbəbi bir nəfərin gizli günahı imiş. Akan adlı birinin tamahkarlığı. O döyüş qənimətlərindən bəzi şeyləri gizlicə özü üçün götürmüşdü. Bəlkə də kiməsə adi bir şey kimi görünə bilər. Amma bu kiçik hərəkət bütün xalqın başına bəla oldu. Və Akan nə vaxt etiraf etdi bilirsiniz? Ancaq iş işdən keçəndən sonra, artıq hər şeyin üstü açılanda, gizlətməyə yeri qalmayanda. Yəni bu, səmimi bir peşmançılıqdan çox, sadəcə olaraq tutuldum, daha nə edim etirafı idi. Təbii ki, bu da onu xilas etmədi. Baxın, bu hekayənin bəlkə də ən vacib dərslərindən biridir. Bir nəfərin gizli bir səhvi, bir itaətsizliyi bütün bir cəmiyyəti rüsva etdi. Uğursuzluğa sürüklədi. Onun günahının bədəlini təkcə özü yox, hamı ödədi. Nəhayət problem aradan qalxdıqdan sonra İsrailə ikinci bir şans verilir. Amma bu dəfə hər şey fərqli olmalıydı. Bu dəfə onlar öz bildiklərinə, öz güclərinə güvənməyəcəkdilər. Tamamilə fərqli bir yanaşma lazım idi. Allahın onlara verdiyi planı isə sözün əsl mənasında hərbi bir strategiya idi. Gəlin baxaq. Birinci addım güya qorxub qaçırmış kimi edərək düşməni şəhərdən çölə çıxarmaq idi. İkinci addım bu vaxt arxada gizlənən bir dəstə boş qalmış şəhərə girib oranı ələ keçirir. Və üçüncü addım son zərbə çöldəki düşməni iki tərəfdən həm öndən, həm arxadan sıxışdırıb məhv etməkdir. Əsl pusqu, əsl hərbi fənd. Fərqi görürsünüz, birinci döyüşdə nə etdilər? Öz güclərinə güvəndilər. Nəticə məğlubiyyət. İkinci döyüşdə isə Allahın strategiyasına, onun sözünə arxalandılar və nəticə tam qələbə. Dərs bundan aydın ola bilməzdi, elə deyilmi? Amma gəlin bir şey unutmayaq. Mənbənin də vurğuladığı kimi bu qələbə təkcə ağıllı bir plana görə qazanılmadı. Hətta ən mükəmməl strategiya belə Allahın yardımı olmadan bir heç idi.
Yəni qələbə onların bacarığının nəticəsi yox, onlara verilən bir lütf idi və beləliklə bu qələbə sadəcə bir hərbi uğur deyil idi. Xeyr, bunun daha dərin, daha simvolik bir mənası var idi. Hekayədə çox güclü bir səhnə var. Yeşua döyüş bitənə qədər qılıncını yuxarı qaldırmış vəziyyətdə saxlayır. Bu sadəcə hücum edin əmri deyil idi. Bu bir vaxtlar Musanın etdiyi kimi Allahın gücünə və hakimiyyətinə tamamilə güvəndiyini göstərən simvolik bir hərəkət idi və bununla da hekayənin əsl fikrinə, əsas mesajına gəlib çatırıq. Uğurun əsl açarı nə hərbi taktikadır, nə də insan gücü. Əsas məsələ Yeşuanın Allaha olan sarsılmaz imanı və onun sözünə qeyd-şərtsiz itaət etməsi idi. Hekayənin bəlkə də ən təsirli, ən gözəl tərəfi də budur. Məğlubiyyətin, bəlanın yaşandığı o yer, Akor dərəsi sonradan bir ümid qapısına çevrilir. Bu o deməkdir ki, ən böyük məğlubiyyətlərimiz belə yeni bir başlanğıca, bir ümidə çevrilə bilər və bu 1000 illər əvvəl baş vermiş hadisə bugün bizi çox ciddi bir sual qarşısında qoyur. Biz istəklərimizlə həqiqətən ehtiyac duyduqlarımız arasındakı fərqi necə ayırd edirik? Akanın tamahı onu və xalqını fəlakətə sürüklədi. Bəs bizim arzularımız, bizim istəklərimiz bizi hara aparır? Bax bu, üzərində düşünməyə dəyər bir sualdır.